sizin məmləkətin adamlarının çox yaşamasına səbəb, məncə təkcə bunlar deyil. Düzdür, təkcə bunlar deyil. Sizi yəqin uzun ömürlərin rejimi maraqlandırır. Buyurun, yaxın gəlin, birlikdə onları müşahidə edək. Onu da deyim ki, uzun ömürlülərin məişətinin psixoloji cəhətləri də çox maraqlıdır. Siz bilən Şirin Baba gənc operatorla nədən danışır? Gəl onda operatorun özünə qulaq asaq. Şirin Baba məndən soruşdu. Sən nəçisən? Kinodan gəlmisən? Niyə belə vurnuxursan? Doğrudan da çox vurnuxurdum. Bilmirdim nədən başlayayım, həyəcanlanırdım. Zarafat deyil, özümdən 6-7 dəfə böyük bir adamı çəkməliydim. Əgər bir şey eləmək istəyirsənsə, dedi, əvvəlcə ölç biç, sonra elə. Tələsməklə istədiyinə tez nail ola bilməzsən. Axırda Şirin Baba bunu da dedi ki, tez özündən çıxma, əsib coşma, hər şeyi əvvəlcə götür qoy elə. Yəqin uzun ömürlülərin böyük bir nəsli var. Düz tapmısınız. Biri elə bizim Şirəli Baba. Əziz babam Şirəli, bu məktubu sənə nəvəm xanım yazır. Lənkəran rayonu, Xarxatan kəndindən. Bu yaxınlarda qəzetlərdən bizə çoxlu müxbir gəlmişdi. Sənin nəvən Ağaqulunun 90 yaşı tamam oldu. Bütün kənd cəmaati onu təbrikə gəlmişdi. Onların 100-dən çoxu müslümovlar idi. Sənin nəvələrin, nəticələrin, kütücələrin, ən kiçikləri isə sənin, nebibələrin, valih və şairidir. Nəticələr, kütücələr, nəbibələr, paho! Biz yenidən Cəbrayıl rayonundayıq. Buranın çox yaşlı ağsaqqalları vaxtaşırı bir yerə yığışıb, bəzi ictimai məsələləri həll edirlər. Kəndin qocalarının demək olar ki, hamısı fəaldır. Şirin Baba isə deputat seçilib. Ata-babadan adətimizdir, böyük gələndə kiçik ayağa qalxar. Yaxşı adətdir. Bu 7 dostun birlikdə 1000 yaşı var. 1000! Maşallah! Gəlin ilə Şirin Babanın xatirələrini dinləyək. Mənim 1817-ci ildə anadan olmuşam. Çox əziyyətlər çəkmişəm. Kasıb olduğuma görə 60 yaşında evlənmişəm. Mən bir dəfə dağdan qayıdarkən gəldim, gördüm, arvad da, uşaqlar da vavazarına vəfat edirlər. 70 yaşımda həmən bu Şaban Abbasqulu qızıyla yaşayıram. Mənim 152 yaşım olduğuna baxmayaraq özünü gümrah hiss eləyirəm. Ömrümün ancaq son 50 ilini insan kimi yaşamışıq. İndi mən kasıb deyiləm. Yaxşı evim var, torpağım var, hələ bir yaxşı da arvadım var. Qoy alimlər fikirləşsin ki, Azərbaycanda bu insanlar niyə çox yaşayırlar? Bəli, qabaqcıl elm və mədəniyyət respublikası, zəngin sərvət, gözəl təbiət ölkəsi Sovet Azərbaycanı həm də uzun ömürlülər diyarıdır. Bu diyarda şair demişkən, hər kim 100 il yaşamasa, təqsir onun özündədir.